Geldik yetiştik yine Muharrem ayına. Aşura məclisləri İmam Hüseyin əleyhisselamın matəm günlərinə. Aşura ta ilk gündən bu günə qədər bütün aləmi iki hissəyə böldü. Baxın, diqqət eləyin. O gün ki, Kərbəlada, Aşura günündə o hadisə baş verdi, o gündən bu günə qədər aləm iki hissəyə bölünüb. Müxaliflər və təbii ki, tərəfdarlar. Bugün də bu cür nədir? Elə ki, Məhərrəm ayı başlayır, sanki insan cəmiyyətdə hiss edir ki, Hüseynci kimdir? Hüseynə müxalif olanlar kimdir? Hüseynə qarşı çıxanlar kimdir? Bu çox mühüm bir nöqtədir. Ona görə diqqət edəndə ki, bir qism insanlar Aşura gələn kimi, Muharrem ayı gələn kimi söz-söhbətlər başlayır, iradlar başlayır, məclislərə, mərsiyəyə və digər o adət-ənənələrə artıq müəyyən məsələlər üzə çıxır. Görürsən ki, bu qəlbdə, daxildə yatmış o kin-küdurət ki var, üzə çıxır yavaş-yavaş. Allah eləməsin ki, bizlər o insanlardan olmayaq. Allah Teala həqiqətən də bizlərin qəlbində, sizlərin qəlbində bura yığışanlar, inşallah sabahdan yığışanlar və digər yerlərdə, məclislərdə o şəxslər ki, İmam Hüseyin əleyhisselama ehtiramları var, onu gərək qorusunlar, ondan gərək ehtiyatlı olsunlar. Heç kim bura dəvətlə, çağırışla, zorla, nəyinsə müqabilində gəlməyib. Hamı İmam Hüseyin əleyhisselama xatir gəlib. Siz diqqət edin. Neçə illərdir sizinlə birlikdə məclislər keçirik. Hansı məclisə bu qədər adam yığmaq olur? Bu çox mühümdür. Amma bəzi məsələlərə biz gərək diqqət eləyək ki, bir neçə nöqtəyə inşallah mən toxunaram. Baxın, əgər bu varsa bizdə, İmam Hüseyin əleyhisselama məhəbbət varsa, Aşuraya məhəbbət varsa, dinə məhəbbət varsa, çalışaq ki, bunu bu 2 saatda məhdudlaşdırmayaq. Qəlbimdə İmam Hüseyin əleyhisselama məhəbbət var, bu məclisə gəlib gedə bilirəm. O demək deyil ki, hər şey əladır, yox. İnsan həmişə ehtiyatlı olmalıdır, həmişə özünü qorumalıdır, həmişə diqqətli olmalıdır öz imanına, təqvasına, Əhl-i Beyt əleyhisselama olan məhəbbətinə həmişə diqqətli olmalıdır. Bir şeyi qorumasan əldən gedəcək. Hər bir şey bu cür nədir? Adicə maşına baxmırsan, maşın əldən gedir. Maşın sənə xidmət edir, amma sən ona xidmət eləməsən, o sənə xidmət edə bilməyəcək. Təqvaya ehtiyacımız var, Əhl-i Beytə olan məhəbbətə ehtiyacımız var, amma biz onu qorumasaq, əlimizdən çıxacaq. Bu 2 saatda öz əzadarlığımızı məhdudlaşdırmayaq və yaxud İmam Hüseyin əleyhisselama olan məhəbbətimizi bu 10 günün içində məhdudlaşdırmayaq. Bu 2 ayın içində məhdudlaşdırmayaq. Başqa vaxtlarda da, başqa günlərdə də biz elə Hüseynci olaraq qalaq. İmam Hüseyin əleyhisselam necə həyat tərzi sürürdüsə, ona oxşamağa çalışaq. Kərbəla şəhidləri
necə həyat tərzi sürdülər ki, onlara İmam Hüseyin əleyhissalamla birlikdə Kərbalaya getmək qismət oldu. Bu öz başına elə belə olmadı. Onların həyat tərzi onu tələb edirdi. Buna görə biz diqqətli olaq. Bu günlərdə əvvəlki günlərimizdə olan bəzi adət ənənələrimizi biraz kənara qoyaq. Matəm günləri, deyib gülmək, zarafat etmək, bu aya xas olmayan, məxsus olmayan bəzi o adət ənənələrimizi gərək kənara qoyaq. Demirəm, indi insan da ola bilsin, biraz gülümsəyərik, nəsə belə bir şeylər ola bilər. Amma matəm günləri yaddan çıxsın, biz o deyib gülməyin, o zarafatın ta içinə girək, bundan gərək biz ehtiyatlı olaq. Bu ayı həqiqi olaraq yaşaya bilək. Bu birinci məsələdir. İkinci məsələ, bundan ibarətdir ki, bu məclislərdə iştirakın özü İmam Hüseyin əleyhissalama dinə bir xidmətdir. Baxın, bu məclislər üçün hər bir iş görən, istər ehsanından, təşkil olunmaq üçün malından, pulundan keçən və yaxud gəlib burada oturub sakitcə bir kənarda sinə vuran, mərsiyə vaqirəsi tutan, söhbətə qulaq asan, bu dinə xidmətdir. Dini saxlayanlar bu məclisdirsə, bu məclisi saxlayanlar da biz olmalıyıq. Bizlər bura yığışmasaq, bu məclislər yaşamayacaq. Bu məclislərə xidmət edənə Allah Taala demirəm ha, axirətdə mükafat verəcək. Diqqət eləyin sözümə. Axirət mükafatı öz yerində. Allah Taala bu dünyada ona borclu qalmaz. Allahın kiminsə nəyinəsə ehtiyacı var. Sən Allah yolunda bir şey etsən, hətta gəlib burada oturmağınla, Allah əvəzin sənə verəcək. Alimlərdən biri danışırdı, deyir, Aşura məclisləri təzə başlamışdı. Mən də deyir, getmişdim bir şəhərə xidmətə, xütbə eləməyə. Gəldi biri yaxınlaşdı, dedi, bu məclisin təşkili üçün nə lazımdır? Bir dənə mənə yaz, mən inşallah bu məclisdə xidmət eləmək istəyirəm. Yəni, çayından, qənnindən, nə bilim, xurmasından. Deyir, oturdum, yazdım, hesabladım, nə lazımdır, hamısını bir qiymət çıxartdım, yazdım. Özüm də gördüm ki, biraz çox çıxdı nəsə. Da indi dedi, mən də elədim də, verdim onu. Dedim, gələ, bu qədərdir. Götürdü, qoydu cibinə, çıxdı, getdi. Sonradan deyir, bilmədim ki, bu xərci tək elədi, yoxsa kimlənsə bölüşdü, necə oldu, nə cür oldu. Amma 10 gündə elə deyir, qəlbimdə bu qalmışdı. Dedim, bir dəfə bunu soruşaram bundan. Aşura qutardı. Məclis tamamlandı. Aşura günü bitdi. 10 gün məclis qutardı. Yaxınlaşdım, dedim ki, ağa, o xərclər ki var idi, tək sənin üstüvə qaldı. Biraz sənə ağır oldu. Qayıtdı, mənə dedi ki, Allah şahiddir. Mən hələ o pulları xərcləməmiş, Allah onun 2 qatını mənə qaytardı. Allah əvəzini yetirdi mənə. Özü 2 qatını. Allah kiməsə borclu qalmaz. Allah İmam Hüseyin əleyhissalam üçün olunan xidməti lazımınca özünə qaytaracaq. Artıqlaması ilə özünə qaytaracaq. Bəli, ona görə, baxın, bizim burada oturmağımız, yığışmağımız bir xidmətdir. İmamlarımızın hədisləri var. Bir hədisi siz üçün indi qeyd edəcəyəm. İmamın özü belə məclislər üçün darıxır. Baxın, İmam Sadiq əleyhissalamın bir səhabəsi var idi Füzeyl adında. İmam dedi ki, ey Füzeyl, bir yerdə oturub söhbət edirsiniz.
Füzeyl dedi ki, bəli, yığışırıq, otururuq, söhbət edirik. Hər yerdə bu cür nədir, bu gün də bu cür nədir. Bir qism dostlar otururlar, söhbət edirlər. İstər evdə, istər çayxanada, istər hər yerdə. Məclis təşkil olunur, məclisə dəvət olunurlar. Gəlirlər, otururlar. İmam Qayıtlı dedi ki, Füzeyl, o məclislərdən mənim xoşum gəlir. Sevirəm o məclisləri. Füzeyl də mömindir də, təbii ki, imam bilir ki, mömin məclisdə oturanda nə danışacaq. Sonra İmam Qayıtlı dedi ki, bizim işlərimizi həmən məclislərdə diri saxlayın. Bizdən danışın. Bizim həyat tərzimizdən danışın. İnsanlara bunu çatdırın. O məclislərdən deyir, mənim xoşum gəlir. Sonra imam bilirsiniz nə dedi? Dedi, Allah rəhmət eləsin bizim işlərimizi diri tutanlara. Allah rəhmət eləsin bizim işlərimizi yaşadanlara. İndi mən demirəm, siz deyin. Burada nə iş görürük? İmamlarımızın həyatını yaşadırıq yoxsa yox? Onların həyatından danışırıq yoxsa yox? İndi gələk ikinci məsələyə. İmamın dediyi Allah rəhmət eləsin sizlərə şamildir yoxsa yox? İmamın sözüdür. Özümdən demirəm. Hər birinizə bugün İmam Sadiq əleyhissalam öz dilindən deyir ki, Allah rəhmət eləsin. Yəni, rəhmət o mənada yox, biz adətən ölüyə rəhmət deyərik. Amma diriyə də rəhmət var. Bu rəhmət rəhimdəndir, rəhm sözündəndir. Allah rəhm eləsin. Xoş o insanın halına ki, bir-birimizə çox, məsələn, rəhmətlər, rəhimlər, mərhəmətlər deyərik də. Biz adi insanlarıq da, biz deyəndə ki, Allah rəhmət eləsin, bilmirik, Allah rəhmət edəcək, etməyəcək. Amma əqidəmiz nədir? Bir imam, məsum imamın dilindən birinə rəhmət deyilir. Bu adam rəhmə layiqdir ki, ona görə deyir imam. Elə belə demir. Xoş o insanın halında ki, imam ona rəhmət deyə. Və imam nə deyir bu hədisdə? Deyir ki, mən o məclislərdən xoşum gəlir. O məclislərdən xoşu gəlirsə, o məclisdə oturanlardan da xoşu gəlir, yoxsa yox? Belə ola bilər ki, məclisdən xoşum gəlir, mən oradakilərdən xoşum gəlmir. Axı, məclisi təşkil edən orada oturanlardır. Çox mühümdür. Bu hədisi ona görə qeyd elədim ki, bu 10 günün qədrini bilək. Söhbətimi yekunlaşdırıram inşallah. İmam Rıza əleyhissalamdan bir hədis deyim ki, bayaq qeyd elədim sizin. Çünki bu günləri hüzünlü olaraq biz yaşaya bilək. İmam Rıza əleyhissalam nə buyurur? Buyurur ki, Məhərrəm ayı çatdıqda atamı, İmam Rıza əleyhissalam atası kim idi? İmam Musa Kazım əleyhissalam. Muharrem ayı çatdıqda İmam Rıza əleyhissalam buyurur ki, atamı kimsə gülən görməzdi. Yenə deyirəm, biz adi insanlar ola bilsin, biraz gülümsəyək. Amma bir ibrət götürək imamdan. İmam Kazım əleyhissalam, görün İmam Hüseyin əleyhissalamın dövrünə nə qədər məsafə var. Arada 4-5 dənə imam var. İmam Hüseyin əleyhissalam, İmam Zeynul Abidin əleyhissalam. Ondan sonra İmam Baqir əleyhissalam gəlir. Ondan sonra İmam Sadiq əleyhissalam gəlir. İmam Sadiq əleyhissalamın övladı İmam Kazım əleyhissalam. Gör, neçə nəsil keçib İmam Musa Kazım əleyhissalam. Oğlu deyir ki, atamı gülən görməzdim. Elə ki, Aşura günü gələrdi 10 gündən sonra, deyir, həmən gün atamın hüzünlü və kədərli günü olardı. Əvvəldə bir söz dedim. Aşura neynədi? Aləmi 2 qismə böldü. Bir qism müxaliflər, digər bir qism kimlərdir? Qəbul edənlər, Hüseynçi olanlar. Aşura ziyarətini eşitmişsiniz, sənədli bir ziyarətdir, elə belə deyil. Baxın, Aşura ziyarətində bu günlərdə kimlər sevinər, kimlər hüzünlü, kədərli olmaz, bizə deyilir. İnsanlar gərək çalışsın ki, o sıradan özlərini kənara çəksinlər. Aşura ziyarətində biz oxuruq, İnnə hədə yevmun təbərrəkət bihi bənu Umeyyə. Aşura günü İmam Hüseyin əleyhissalamı öldürəndən sonra biz nə edilər? Ehsanlar verdilər, hədiyyələr payladılar. Kimlər? Yezidçilər, Maviyyəçilər.
İndi mən demirəm, siz deyin. Bugün elə insanlar yoxdur ki, bu günlərdə elə öz toy şənliklərindədirlər. Təbii ki, var. İkinci cümlədə nə deyir? وَهَذَا يَوْمٌ فَرِحَتْ بِهِ آلُ زِيَادْ وَآلُ مَرْوَانْ بِقَتْلِهِمُ الْحُسَيْنِ. Elə ki, İmam Hüseyin əleyhissalam, Ali Ziyad, Ali Mərvan, elə ki, İmam Hüseyin əleyhissalamı qətl elədilər. Ondan sonra fərəhləndilər. Allah bizi bu günlərdə fərəhlənənlərdən qərar verməsin. Amin. O gündən bu günə bu ikiyə bölünmə davam edir. Bugünün hörmətini saxlayanlar Hüseyn tərəfdədirlər, bilsinlər. Bugünün hörmətini saxlamayanlar ehtiyatlı olsunlar ki, Allah axırını xeyr eləsin. Bütün bu işlərdə bir dənə də bizə bir şey lazımdır. Onu da deyim, inşallah söhbətimi bitirirəm. Bütün bu işlərdə bizə bir ixlas da lazımdır. Allaha xatir. Evindən çıxdın, qara köynəyini geyinib, gəlib İmam Hüseyin əleyhissalamın məclisinə gəlmək istəyirsən, denən ki, bunu Allaha xatir edirəm. Ki, gedim İmam Hüseyin əleyhissalamın məclisində iştirak edim. Bu da bütün elədiklərimizin üstünə gəlsə, bilək ki, Allah bunu bizdən qəbul edəcək və bilək ki, qiyamət günündə Allah Teala bizi Hüseyncilərin sırasında qərar verəcək. Bu ixlası unutmayaq. Əməlimizi Allaha xatir edək. Allaha xatir bu məclisdə oturub qulaq asandan və yaxud xutbə eləyən və yaxud bu məclisdə pul xərcləyənin arasında heç bir fərq yoxdur. Sadəcə təqva fərq ola bilər. Əgər biri milyon xərcləyibsə, Allah yolunda etməyibsə, gəlib biri bir kənarda ixlasla sakitcə oturub bu məclisin hörmətini saxlayıbsa, o ondan üstündür. Bunu mən demirəm, Quran deyir. Həzrəti Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, ixlaslı əməl nə qədər az olsa da kifayət edər. Nəyə kifayət edər? Sənin cənnətə girməyinə kifayət edər. İxlaslı əməl nə qədər az olsa da kifayət edər.